Sizə Afrem evi çəkmək istəyirəm. Ətraflı ev turu kimi çəkim ki, yəni görəsiz nə var, nə yox. Birinci sizə göstərim. Bu hissədən belə yol gəlinir, bu girişdir. Orada belə gözəl mənzərə, yaşıllıq, yəni yataq otağından düz bu meşəliyi görmək olur. Qəşəng belə dağ, orada uzaqda dağ var. Belə. İndi keçirik. Sizə içərini göstərim. Bismillah eləyib keçək. Burada bizdə bisetkadır. Orada deyəsən quş yuvası var. Oradan səs gəlir. Burada yəni siz rahat oturub, orada ev olsa da, burada oturub eləyəndə heç nə görünmür də, yəni. Burada manqalımız, orada samavarımız, yelləncəyimiz. Bu da dekor üçündür, yəni üstünə çıxıb sürmək üçün deyil. Sonra keçirik evin arxa hissəsinə. Arxa hissəsində uşaqlar üçün əyləncə bir yeri var. Belə bir yerdə, buradan da çox gözəl bir mənzərə var. Mətbəxin pəncərəsidir. Buradan mətbəx qabı yaya. Belə bir gözəl bir mənzərə ilə qarşılaşırıq. Belə bir uşaqlar üçün sürüşmək üçün yer, dırmaşmaq üçün yer, yellənmək üçün yer. Belə bir domikdir uşaqlar üçün. Evin arxasındakı balkonda. Bu da bizim gözəl ağacımız. Hələ tam yarpaqları açmayıb. Keçirik indi evə. Gəldik evə. Görünməyim deyə aşağıdan çəkim. Bismillah. Belə, indi ışıqları da yandırım. Bu bizim evimiz. Manqal. Manqal nə idi? Kamin. Belə bir yerləncəyimizdir. Bu divandır. Məsəl üçün açılıb bağlanan divandır. Yəni kim istəsə, burada da yatmaq üçün 2 nəfərlik bir yer kimi yarayar. Yəni ümumi bizdə burada 4 nəfər yuxarıda, 2 nəfər də aşağıda yata bilər. Sonra burada bizim mətbəximiz. Keçirik mətbəximizə. Şirin balaca belə bir mətbəximiz var. Buradan dediyim kimi mətbəxdən uşaqlara nəzarət edə bilərsiniz. Belə bir mətbəxdir. Səhər yeməyi eləmək üçün burada tefalımız da var, qazanlar da var, çaydan da var, çaynik də var. Yəni hər bir şey, rahatlığa nə lazımdırsa hər bir şey var. Qazanlardır, tarelkalardır, stakanlardır, qaşıqlardır, hər bir şey yəni var. Hər bir şey var. Burada paltar yuyan maşınıdır. Burada balaca xaladelnikimizdir. Marazelnik, xaladelnik oradadır. Hər bir şey var burada. Burada da məsəl üçün kladovkadır. Burada nə var? Kombimizdir, ristondur, məsəl üçün palisosdur, şobrasıdır, paltar yuyub sərmək üçün səbətdir, ütüdür, yəni süpürgədir, şvabradır, hər bir şey, yəni paltar üçün sərməyə. Evin arxasında mərəz də var və belə bir suşulka da var, yəni rahat paltarınızı yuyub quruda bilərsiniz, yəni. Bura bizim sanuzel otağıdır. Daha ətraflı tam göstərməyə məcburiyyətindəyəm. Belə fen var,
Şampundur, sabundur, diş şotkasıdır, ə, diş pastasıdır, qulaq çöpüdür. Yəni hər bir rahatlıq üçün nə lazımdırsa hər bir şey var. Dəsmaldır. Keçirik ikinci mərtəbəyə. Bura birinci otağımız, bu balaca otaqdır. 2 nəfər burada yata bilər. Buradan da bizim gözəl mənzərəmiz, şəhərə açılan mənzərəmiz. Çox gözəl hava var. Burada bağlayaq, milçək zad gəlməsin. Keçirik o biri otağa. Burada özüm düzəltdiyim süni gülümüz. Yayda ventilator da var yay üçün. Burada da bizim mənzərəmiz, meşəyə açılan mənzərəmiz. Buranı da bağlayayım. Yəni belə. Rahatlıqla bura 6 nəfər yerləşər. Yəni ki, kim istəsə qabaqcadan nömrə ilə əlaqə saxlayırsınız. Nömrəni də yazaram bura. Əlaqə saxlayıb bron eləyə bilərsiniz. Yəni günlük kirayə evidir, Qusardadır. Şəhərə yaxındır. Bu tərəf şəhərdir, bu tərəfdə meşədir. Yəni ki, buradan Şaxdağa, nə bilim, cürbəcür restoranlar, hamısı burada çox yaxındadır. Yəni 5-10 dəqiqəlik yoldur. Restoranlara, mağazalar var buralarda. Yəni hər bir şeyə yaxındır. Kim istəsə əlaqə saxlayıb neçə gün olunursa, yəni qabaqcadan deyilə bilər. Yəni aylıq deyil. Aylıq evi vermirik, günlük. 3 gün olsun, 2 gün olsun, 10 gün olsun, belə olur, amma aylıq yox.